Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadet itaatimizi kabul eləsin, bizi beğendiği bendelerden qərar versin. Dünya ve ahiret Peygamber ve Əhl-i Beytinin ziyaret ve şifaətini nəsib eləsin inşallah. Allah Teala iltimas eləyənlərin dualarını kabul eləsin. Allah Teala xəstələrimizə şifa versin. Çətinlikdə olanlara kömək olsun. Ağa İmam Zamanın zuhurunu təcil eləsin. Bizi de ağanı tanıyıb ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Nəhcül Bəlağənin 88-ci xütbəsinin ikinci hissəsində idi. Birinci hissəsində Əli əleyhissalam öyüd nəsihət elədi və dedi, mən sizə hər şeyi, bütün sahələrdə, əxlaqi məsələləri, əhkam məsələlərin açıqladım, əməli surətdə onlara əməl elədim, sizə yol göstərdim. Ondan sonra yenə söhbətinin ardıcan Həzrət bir başqa cürə, başqa bir metoduna yenə öyüd nəsihət edir. Deyir, fəya əcəbən, çox təəccüblüdür. Və mal liyə la əcəbu min xətəy hazihil firəq, əla ixtilafi hocəcihə fi dinihə. Deyir, çox təəccüblüdür və mən niyə təəccüb eləməyim? Bu dəstələrdən ki, bu cürə xətalar eləyirlər, səhvlər eləyirlər, özdə əla ixtilafi hocəcihə fi dinihə, dinlərində müxtəlif dəlillər ola. Əla ixtilafi hocəcihə, yəni dəlillərin ziddiyyəti deməkdir. Yəni müxtəlif, hər sahədə, belə deyək də bizim dildə, hər sahədə dəlilləri ola, dini dəlilləri, subutları ola. Niyə görə bunlar gəlirlər? Bu cürə neynirlər, səhvlər eləyirlər və xətalar eləyirlər. Güya bunlardan baş verən hərəkət elə bir qovmun, elə bir dəstənin hərəkətidir ki, nə bunlara göydən kitab nazil olmayıb, nə bunlara Peyğəmbər gəlməyib, nə Peyğəmbərlərinin canişini olmayıb, heç bir yol göstərənləri və heç bir qanun yazanları olmayıb. Bunların əməlləri ona bənzəyir, yox, elə eyni o cürədir. Yəni, heç bir məsuliyyət yox, heç bir yerə bağlantı yox, heç bir kəsdən öyüd nəsihət yox və heç bir kəsdən də söz qəbul eləmirlər. Deyir, çox təəccüblüdür və mən niyə təəccüb eləməyim? Bu qədər bunların dəlilləri ola, dini dəlilləri, subutları ola, bunlar yenə də bu cürə hərəkət eləyirlər. Və ardıcan da Həzrət işarə eləyir. Buyurur ki, la yəktəssunə əsərə nəbiyyin. Peyğəmbərin getdiyi yoldan getmirlər. Yəni bizim şəri istilahla desək, bugünkü istilahla sünni Peyğəmbərə əməl eləmirlər. La yəktəssunə əsərə nəbiyyin. Həzrəti Rəsulullahın, yəni bir adam istəsə həyatında dini bir örnəyi ola, dini bir nümunəsi ola, kiməsə baxa dininə əməl eləyə, kiməsə baxa şəxsi və ictimai həyatın qura, Həzrəti Peyğəmbər ki, Quran deyir, bir nömrəli nümunədir. Və ləkum fi Rəsulullah usvetun həsənə. Bir nömrəli nümunə Həzrəti Rəsulullahdır. Birdən hətta bir nəfər Həzrəti Rəsulullahın Allah tərəfindən Peyğəmbər olmağını bilməsə də, onun Quran tərəfindən o cürə nümunə kimi tanıtdırılmağını da bilməsə, hətta Qur'anın Peyğəmbər barəsində lə'ala xuluqin, innəkə lə'ala xuluqin əzim deməsə də, düz dediyim, sən böyük əxlaq sahibisən ki, Allah neçə dənə şeyə Qur'anda böyük deyib, biri də Həzrəti Rəsulullahın əxlaqıdır. Yəni, Quran-ı Kərimdə bu sözün olmasını da bir adam eşitməsə, amma belə bir formada Həzrəti Peyğəmbəri bir dənə şəxsi, adi adam kimi tanısa və məsələn həyatı ilə tanış olsa, onun belə də yaradıcılığı ilə tanış olsa, yaşayış tərzi ilə tanış olsa, yenə də bu Həzrəti Peyğəmbər bu adama tam şəkildə bütün sahələrdə kifayət eləyir. O adam deyə bilməz, məsələn, mənim qarşıma həyatda bir iş gəldi,
mən onu Həzrəti Peyğəmbərin həyatında tapa bilmədim ki, görən Peyğəmbər burada nə edir, burada nə iş görüb, necə hərəkət edib və bu işdən necə çıxış yolu tapıb. Bu mümkün deyil. Əli əleyhissalamın öz kəlamlarında var. Deyir, istəyirsən sənə, məsələn, Həzrəti Musanı misal gətirin, bax, bu cür idi. İstəyirsən sənə Həzrəti İsanı misal gətirin, bu cür idi. İstəyirsən sən, məsələn, Həzrəti filan Peyğəmbərin misal gətirin, bu cür idi. Və axırında da gəlir ki, Həzrəti Rəsulullah, Muhammed ibn Abdullah sallallahu aleyhi və səlləm bu da hamısını toplamışdı özündə. Necə Quran o asmani kitabların hamısını toplamışdı. Həzrəti Rəsulullah da bu ənbiyanın hamısının əxlaqın, üslubun, ondan sonra əməlin, ondan sonra gedişatın hamısını toplamışdı özündə. Da sən bunu Peyğəmbər kimi də tanımasın, Quran təsdiqləmiş bir adam kimi də tanımasın. Bunun axı bir həyatında bir xətası, bir səhvi, elə bir işi olmayıb ki, Həzrəti Peyğəmbər desin ki, məsələn, bunu belə eləyəsəydik daha yaxşı olardı. Hətta, məsələn, bəzən Peyğəmbər məsləhət eləyir və əmrukum şura beynəkum Quranın ayəsidir də, ona əsasən, onda da yenə gəlib o nəzərlərin içərisində hansı öz nəzəri ilə, ilahi elmin təsdiqi ilə, Quranla üst-üstə düşüb, və yaxud orada, məsələn, Quranın bir mövzusu olmasa da, yenə də orada özü seçib ən yaxşı nəzərləri təsdiqləyib, ondan sonra deyir, məsələn, Xəndək müharibəsindəki kimi, ki, bu ən yaxşısıdır, məsələn, belə. Ki, heç kim də deyə bilməz, Xəndək müharibəsində başqa bir variant bundan daha önəmli idi, daha üstün idi, daha yaxşı idi. Ən yaxşısı o idi və heç kim də ona indiyə qədər irad eləməyib. Heç o fikrə də düşən olmayıb ki, belə eləməsəydi, belə eləsəydi daha yaxşı olardı. Hətta belə bir fikrə düşənlər hansısa bir sahədə də özləri də axırda etiraf eləyiblər acizliyinə və fikirlərinin düzgün olmamağını. Özdə insanda da bu görünməz bir şey deyil ki, məsələn, insan kiminsə ardıycan getsin, yox, belə şey olmaz. İnsan kiməsə baxsın, yox, insan heç kimə baxa bilməz. Belə şey, insanlar dünyada elə adamları özlərinə nümunə götürüblər, ülğu götürüblər, onları özlərinə qabaqcıl tutublar, imam tutublar. Heç nə Allah təsdiqləyib, nə Quran təsdiqləyib, nə ümumi əxlaq sistemi ilə işi uyğun gəlməyib, heç bir formu ilə. Görsən, onu özünə ülğu nümunə götürüblər. Məsələn, onun kimi olmalıdır. Bir dənə serial çəkirlər, verirlər, görsən, adam geyimin ona uyğun qurur, danışığın ona uyğun qurur, yerişin ona uyğun yeriyir, nə bilim, köynəyinin qabağına onun şəklini vurur. Halbuki bir dənə kinodur, bu da orada bir dənə rol oynayandır. Yəni, rolu da məcazi roldur da, həqiqi insan rolu deyil, Allah tərəfindən senarisi yazılıb. Bir nəfərdir yazıb, o da kinoya çəkilib, pulunu alıb orada. Bu insanlarda var özlərini kimdənsə oxşatmaq və kimdənsə təsir qəbul eləmək və kiməsə özlərinə belə bir rəhbər, imam tutub onun hərəkətlərini öz həyatında tətbiq eləmək. Mən məsələn istəyirəm filan kəs kimi olum, ya mən istəyirəm oğlum filan kəs kimi olsun. Bu şeylər var. Bu qəbul olunmuş bir məsələdir. Belə olan halda Əli əleyhissalam da deyir ki, mən özümə rəhbərlik eləyə bilərəm, özümə nümunə götürə bilərəm. Buna haqqım vardı, yoxdur, deyir, yoxdur. Niyə? Çünki deyir, özün gündən dəfələrlə elədiyin səhvi etiraf eləyirsən. Bir adam ki, gündə neçə dəfə səhvini etiraf eləyirsə, o deməli özünə nümunə ola bilməz. Bir də var başqa bir adam, özüm kimi bir adam. Deyir, özüm kimi bir adam da deyir, o da olmaz. Niyə? Çünki o da sənin kimidir. Bəs qalır bir nəfər adam ki, onun səhvini görməmsən, onun səhvinə özü etiraf eləməyib və onun heç bir yerdə səhvini axtarsan da tapa bilməyibsən. Bir də ki, elə bir yerdən təsdiqlənib ki, o, oradan əhatəli bir varlıq yoxdur, ondan əhatəli bir varlıq yoxdur, ondan düz danışan bir varlıq yoxdur, ondan müdəbbir bir varlıq yoxdur, ondan düzgün yol göstərən bir varlığı yoxdur. O tərəfindən Ətiullah və Ətir-Rəsul deyib. Yaxşı, niyə ona tabi olmursunuz, niyə ona itaət eləmirsiniz? Yaxşı, Həzrət deyir ki, bəs və maliyə la əcəbu. Niyə mən təəccüb eləməyim ki, bu adamın bu qədər dinində dəlilləri, subutları ola-ola, təsdiqlənmiş dəlillər, təcrübə olunmuş dəlillər, dəfələrlə sınaqdan çıxmış dəlillər ola-ola
Özdə biri var bilmir, bir də var bilə-bilə. Həzrət la yəqtəsuna əsərən nəbi. Peyğəmbərin də izi ilə getmirlər. Özdə bir var, məsələn, bizim zamanəmizdə olan bir insan cəmiyyəti olsun ki, məsələn, Peyğəmbəri hələ gözləri ilə görməyiblər, qeybə iman gətiriblər. Həzrət Əli əleyhissalam danışır o şəxslərdən ki, Peyğəmbər onların gözlərinin qabağında idi. Müşrik, mulhid, ondan sonra dinsiz, hamısı əmin deyirdilər ona. Müşriklər baxmayaraq ki, Həzrət Peyğəmbərlə gecə-gündüz mübarizə aparırdılar, mühasirəyə salmışdılar, çörək vermirdilər, ondan Peyğəmbərin yanında olanlara qız vermirdilər, oradan qız almırdılar, alver eləmirdilər onlarla və dəfələrlə Peyğəmbəri öldürmək istədilər, evinə, yatağında, minadan qaydanda filan belə. Bununla belə bir yerə gedəndə aparıb əmanətlərini Peyğəmbərə verirdilər ki, yala sən saxla. Bəs bunu görən adam ki, müşrik bu adamı əmin bilir, müşrik əmanətin buna tapşırır. Və heç vaxtda, məsələn, tarixdə var, Kəbədə Həcərül Əsvədi o təmir edən zaman yerinə qoymaqdır. O daşı, o dedi, bizim tayfadan bir nəfər qoymalıdır, bu dedi, bizim tayfadan bir nəfər qoymalıdır. Hələ Behsətdən qabaq idi. Bir də onda gördülər ki, Həzrət Peyğəmbər girdi içəri, keçdi o tərəfə, Məscid-ül Həramdan, dedi ki, yəni gəldi Kəbənin yanına çıxdı, dedilər ki, Məhəmməd nə desə odur, sallallahu aleyhi və səlləm. Və hələ cavan yaşlarında idi Peyğəmbər. Bəlkə də 20 il ondan sonra Peyğəmbərlikə məbus oldu. Amma görürsünüz, əmin bilirdilər. Həzrət də görürsünüz nə qəşəng tədbir qoydu. Dedi, bu daşı qoyuruq bir dənə, məsələn, parçanın üstünə, bir palazın üstünə. Hər tayfadan bir nəfər gəlir, bir tərəfdən yapışır, qaldırır ora. Hamı olur o daşın orada qoyulmağında şərik. Özü də götürür, qoyur ora. Bəs buna hamı razılaşır və o daşı da oradan götürüb Peyğəmbərin ora qoymasına da yenə hamı razılaşır. Bundan artıq bir dənə tədbir yoxdur. Adi bir dənə daşın götürüb yerdən divara qoyulmağında. Onda qalmışdı, məsələn, ictimai həyat ola, fərdi həyat ola, ailə məsələsi ola və bir dənə də mövzudur ki, bunlar hələ şəxsi məsələləri, ictimai məsələləri, filanları, sosial məsələləri bir qıraqda. Bunlar Peyğəmbəri görə-görə, Peyğəmbərin möcüzəsini görə-görə, Peyğəmbərin Allah tərəfindən ayə gətirdiyin görə-görə və bu təsdiqlənə bunlar, məsələn, gedib alveri başqa cür eləsəydilər, ya məsələn, toyların başqa cür eləsəydilər, ondan sonra nə bilim, evlərin başqa cürə tiksəydilər, dəryarı idi. Bunlar dinlərin başqa cürə qururdular. Ona görə Həzrət deyir ki, dininizdə istədiyiniz qədər dəlil vardı sizin. Və onun da rəsində, sədrində, başında Peyğəmbər dayanırdı. Və siz də layiqtəsunə əsərən nəbiyin. O Peyğəmbərin də izi ilə getmirdiniz. Bax, adam dindar deyir, din də istəmir, dindar olmaq da istəmir. Özü bir dənə dünyəvi formada yaşayır, maddiyata qaildir və nə cəhənnəmə getmək istəmir, nə behiştə getmək istəmir. Heç birində qəbul eləmir. O adam, Allah atasını rəhmət eləsin, özü bilər. Geçsin dünyəvi formada, dünya qanunlarına uyğun və özünün şəxsi, demək olar ki, istəyinə, meylinə uyğun həyatın qursun, yaşasın. O dinin sahəsindən nə danışmasın? Bir günlər dünyanın ən böyük problemi odur ki, danışanların heç biri çoxu danışdıqları sahənin mütəxəssisi, kadrı deyirlər. Ən çoxu da bu gəlir dini məsələlərdə tətbiq olunur. Görürsən, belə də hər bir adam, da mən istəmirəm at çəkəm, də hər bir sahənin adamı dinin barəsində nəzər deyir. Amma onun yanına gedəndə o deyir, mənim sahəmdir. Həkim də oturub dinin barəsində nəzər deyir. Yanına gedəndə qoymur ağzı açmağa. Mənim sahəm, sən mənə iş öyrətməcinən. Onda bəs sən mənə niyə mollalıq eləyirsən? Elə deyir. Yaxşı. İndi dini sahədə işləmirsən, sən dini qəbul eləmirsən, get həyatı necə qurursan, qur. Yaşa, heç kimin də səndən işi yoxdur, dinin də səndən işi yoxdur. La ikrahət din. Dində heç məcburiyyət də yoxdur, yaxşı. Amma mövzu budur ki, sən bunları nə Allah qəbul edirsən, nə Peyğəmbər qəbul edirsən, nə qiyamət qəbul edirsən, nə behiş, nə cəhənnəm qəbul edirsən. Eyni halda gəlib bir dənə də din açmısan. Axı sən ged, məsələn də o işi gör. Dinlə sənin yox, əgər istəyirsən din qapısı açasan, din məktəbi açasan, istəyirsən dindarlıq eləyəsən, özü dindar kimi qələmə verəsən, bu Allahın Quranı,
Bu Allahın göndərdiyi peyğəmbər, bu da peyğəmbərin getdiyi yol, üslub, sünnəsi, qaydası. Xəstəliyin nədir? La yəqtəsunə əsərə nəbi, peyğəmbərin izin getməkdə. Həm dindar olmaq istəyirsən, həm dini komanda yığmaq istəyirsən, həm özü belə də güya Allah adamı kimi göstərirsən. Amma nə Allaha qulaq asırsan, nə də peyğəmbərə qulaq asırsan. Belədir. Və Həzrət deyir ki, təəccüblüdür. Özdə necə təəccüb eləməyim. Ondan sonra buyurur ki, və la yəqtədunə bi əməli vəsiyin. Nə də vəsinin əməlinə iqtida eləmirlər. Peyğəmbərin vəsisinin, canişininin, yəni bizim bugünkü belə deyək də İslahımızla ən yaxın bizə olan, tanış olan İslahla imamın da əməlinə eləmirsən, əməl eləmirsən. İmamın da əməlinə iqtida eləmirsən. Allah göndərib, peyğəmbər qanun qoyub, qanunu düzəldib, ayə təfsir verib, izah edib. İmam da gəlir, onu qoruyur, saxlayır. Əntə munzir vəli kullu qovmin had Quran deyir. Sən munzirsən, hər qovmunda hidayət eləyən var. Allah özü bu imamı hidayət eləyən qərar verib, hidayətçi göndərib. Və əməli surətdə də elə bu 88-ci xütbənin əvvəlində də Həzrət dedim də birinci hissəsində dedi ki, bütün əxlaqi məsələləri sizə açıqladım. Bütün əhkam məsələlərini sizin üçün açıqladım. Yerdən, göydən nə var idi, insana lazım olan hamısını sizə danışdım və əməli surətdə də gəldim, neynədim? Həm hökmlərə əməl elədim, göstərdim sizə, həm əxlaqi məsələləri tətbiq elədim, göstərdim sizə. Fərdi insanın öz mövqeyi cəmiyyətdə, cəmiyyətin insana qarşı, insanın cəmiyyətdəki mövqeyi, bütün məsələlərin hamısını açıqladım da belə, hər elə bir şey qalmadı mən sizə açıqlamayım. Məsciddən girəndə bir nəfərə deyir ki, bu atı saxla, namaz qılım, çıxım. Yaxşı, atı saxlayır, o adam çıxır, gəlir, görür, at oradadır, yüyəni yoxdur. Girir bazara, görür bir nəfər, məsələn, həmin yüyən bir nəfərin qabağında satır. Deyir ki, bu hardaydı? Bir nəfər getdi mənə 2 dinara satdı, getdi. Həzrət Oğuzun açdı, and ola Allah, mən 2 dinar saxlamışdım ona verməyə ki, zəhmət çəkib. Yəni, burasına qədər açıqladım sizə, burasına qədər göstərdim. Biri məsciddən çıxanda elə ayaqqabısını giyən kimi əqrəb sancdı. Əqrəb girib oturmuşdu, gözləyirdi onu. Sancdı məsələn. Qışqır, bağırdı, deyə hələ Allahın məscidi. Ən fəzilətli məscidlərindən biri. Allahın ən fəzilətli pişi namazı. İmamı. Bu məsciddə Allaha namaz qılıram, özü sənə iqtida edirəm, ayağımı niyə əqrəb sancsın? Həzrət dedi ki, bayaqları Salmanın qeybətini eləyirdilər, sən də durub qulaq asırdın. Nə dönüb çıxıb gəlməklə etiraz eləmədin, Allahın bir də mömin bəndəsinin qeybətinə. Nə də ki, orada diyana demədin ki, Allahın mömin bəndəsinin niyə qeybətini? Ona görə oncadır. Yəni, bunu deməkdə məqsədim ki, bunları da Həzrət Əli əleyhissalam tətbiq eləyirdi orada. Bunlar da onların gözünün qabağında idi. Amma bunlar nə eləmirdilər? Qəbul eləmirdilər. La yəqtəsunə əsərə nəbin və la yəqtədunə bi əməli vəsiyyən. Nə də ki, vəsiyyinin, imamın əməlinə nədir? İqtida eləmirsiniz. Və la yu'minunə bi qeybin. Nə də ki, qeybə iman gətirmirsiniz. Allah Teala Bəqərə surəsinin əvvəlinci ayələrində də Zalikəl kitab la rəybə fîhi hudən lil muttəqin əlləzinə yu'minunə bil qeyb. Belə deyir. Allah Teala təqvalıların sifətin sayanda birinci nəyə gətirir? Qeybə iman gətirmək. Hudən lil muttəqin. Bu kitab, bu Quran təqvalıları hidayət eləmək üçündür. Təqvalı kimdir? Əlləzinə yu'minunə bil qeyb. Ardıcan deyir və yuqimunəs salat. Elə deyir. Ardıcan deyir mimma rəzəqnahum yunfiqun. Ardıcan deyir yu'minunə bima unzilə ileyk və ma unzilə min qəblik. İman gətiriblər sənə nazil olana, Qurana və səndən qabaqçılara. Bunların hamısı onun ardıcan deyir. Namazı da hətta onun ardıcan deyir. Birinci təqvalının sifəti qeybə iman gətirməkdir. Əlləzinə yu'minunə bil qeyb. Yaxşı, qeybə iman gətirməkdir. Yaxşı, burada siz özü dindar hesab edirsiniz. Bayaq saydıqlarım da, bütün bu şeylərin hamısında varsız bir nömrəli dindar, amma heç qeybə imanınız yoxdur. Peyğəmbərin izi ilə getmirsiniz. İmamın əməlinə əmələ gətirmirsiniz, imam eləyəni eləmirsiniz, imam eləyənin əksini eləyirsiniz. Peyğəmbər bu yoluna gedib, siz bu biri yoluna gedirsiniz. Özdə deyirsiniz, biz dindarıq. Yaxşı, Əraf surəsindədir, səhv eləmirəmsə, in kuntum tuhibbunəllahi fəttəbiuni yuhibbukumullah. Ərafda deyir,
Ali İmran olsun, neymiş? Ali İmran surəsində Allah deyir ki, əgər məni sevirsinizsə, Peyğəmbər sənə tabi olsunlar, mən də onu. Bunlar dəstə yaratmışlar, komanda yaratmışlar, Allahı sevənlər komandası. Heç kimlə işimiz yoxdur bizim. Ancaq biz Allahı sevirik. Bugünkü vardı o cəriyanda. Yaxşı, Allah Teala dedi ki, elə bir şey yoxdur. Mənim elə bir alverim, ticarətim yoxdur. Bir adam məni sevirsə, Peyğəmbər sənə tabi olmalıdır. Bunlar deyirlər, yox, biz sənə tabi olmuruq. Allah özü dedi də, siz Allahı sevən deyirsiniz, sizin bu sevdiyiniz Allah deyir ki, məni sevməyin şərti budur ki, mənim məhəbbətimi cəzb eləməyin şərti budur ki, Peyğəmbər sənə tabi olsunlar, ta mən də onları sevim. Bunlar sənə tabi olmasalar, mən də onları sevməyəcəm və onların da sevgisi həbaən mənsuradır. Heç bir faydası yoxdur, heç bir əsəri də yoxdur, heç qəbul da deyir, elə özlərini boş yerə yorurlar. Yaxşı, bunlar deyir ki, Peyğəmbərin yoluna getmir, imamın da əməlinə əmələ gətirmir. Əgər dindarsansa, imam bu cürə əməl edib, sən də bu cürə əməl elə də, elə deyir. İmam bu cürə deyir, sən də o cürə deməlisən. Çünki bu Peyğəmbərin canişinidir. Və la yu'minuna bi qeybin, və qeybə də iman gətirməyiblər. Və la ya'ifuna an eybin, heç bir eybdən də nədir? Uzaq olmurlar. Heç bir eybdən də iffətli olmurlar, yəni əfif olmurlar. Özlərin heç bir eybi əff eləmirlər. Yəni kimsə bunlara qarşı bir hərəkət eləyəndə onların eybini bağışlamırlar, o mənada deyil. Və la ya'ifuna an eybin, heç bir eybdən də iffət eləyib, həya eləyib çəkinmirlər. Bütün elə eyibli işlərində hamısının içində var. Bütün pis işlərində hamısının içərisində var. Bəs bir şəxs ki, bu cürə Quranı var, bu cürə Peyğəmbəri var, bu cürə imamı var, bu cürə əhkamı var, özdə bütün sahələrdə də əlində hansı sahəyə girsə, daxil olsa, Qurandan möhkəm dəlilləri var, sübutları var, amma bununla belə gəliblər, dindar adı ilə bütün sahələrdə var, ancaq nədir? Dini sahədə, yəni dini əməl yoxdur da. Hər şey var, birindən soruşurlar, başının tükü tökülürdü. Bundan soruşurlar ki, belə nəsildə keçəli yoxdur, deyir, yox, heç qətiyyən, bir də atam keçəldi. Yaxşı, yox, qətiyyən, nə yaxşı. Bu da onun kimi. Dindaram, hə. Tamam, başqa heç nə eləmirsən ki, yox, heç nə. Namaz qılırsan, yox, oruç tutursan, yox, Peyğəmbəri qəbul edirsən, yox, imamı qəbul edirsən, yox. Ondan sonra la ilahə illallah arada deyirsən, yox, heç olmasa yatanda kəlmə-i şəhadət deyirsən, yox, deyirsən, dindar deyirəm də. Yaxşı, Həzrət deyir, eyni bunun kimisiniz və heç bir eybdən də çəkinmirsiniz və bütün batılaqlarında nədir? İçindəsiniz. Yə'məlunə fiş-şəhəvat və yəsirunə yə'məlunə fiş-şübhat və yəsirunə fiş-şəhəvat da ki, inşallah qalsın gələn dəfə. Assalamu aleykum və rəhmətullah və bərəkatuhu.